Salam uşaqlar, hər birinizi salamlayıram. Bugün biz sizinlə adı kəsirlər bölməsinin ikinci bölməsinə aid olan bir sıra ətraflı yazılı cavab təbliğinin tapşırıqlarının həllərinə və axırıncı bölməsində olan bəzi məsələlərin həllərinə baxacağıq. Bu məsələlər şagirdlər tərəfindən kifayət qədər çətinliklə həll olunan məsələlərdir. Yəni şagirdlər bu məsələləri işləyəndə kifayət qədər çətinlik çəkirlər. Bu məqsədlə biz də həmin məsələlər üzrə dayanaraq sizə bir sıra məsələlərin və ya misalların hərəsindən bir nümunə olmaq şərti ilə izahlarını verəcəyik. Birinci başlayırıq səhifə 16-da 35 nömrəli sualın izahından. Sualda deyilir ki, n natural ədədinin 4n çıxılsın 13 bölünsün 3n çıxılsın 2 kəsirini düzgün kəsirə çevirən qiymətlərinin cəmini tapın. Deməli, düzgün kəsir nədir? Surəti məxrəcindən kiçik olan kəsirə düzgün kəsir deyilir. Surəti məxrəcindən böyük olan və yaxud da surəti məxrəcinə bərabər olan kəsirlərə isə düzgün olmayan kəsirlər deyilir. Deməli, düzgün kəsirin qaydasını tətbiq edirik. 4n-dən 3n çıxırıq, n qalır. N kiçikdir, mənfi 2-nin üstünə 13 gəlirsiniz, müsbət 11. Deməli, n kiçikdir 11 şərti üçün n 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 rəqəmində, yəni 10 rəqəminə qədər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 rəqəminə qədər biz ədədləri yerinə qoyub tapa bilərik. Və daha sonra bir-bir bu qiymətləri n-in yerinə qoyuruq və hansı ifadədə kəsirin qiyməti alınırsa, deməli düzgün kəsir alınırsa, deməli həmin kəsir düzgün kəsir hesab olunacaq. Birinci növbədə 1-i yazsaq, görürsünüz ki, 4-dən 13 çıxanda mənfi alınır, deməli 1-i götürmürük, yəni bir-bir yoxlamaq lazımdır. Həmçinin 2-də ödəməyəcək, 3-də ödəməyəcək, 4-də ödəməyəcək, 5-i götürürük, 4-ü vururuq 5-ə, 13-ü çıxırıq. Daha sonra isə aşağıda da 3-ü 5-ə vurub 2-ni çıxırıq. Yuxarıda 20 çıxılsın 13, 7 qalır. Aşağıda isə 15 çıxılsın 2, 13 qalır. Deməli, 13-də 7 düzgün kəsirdir. O zaman 5 rəqəmini götürə bilərik. Daha sonra 6 yazırıq. 4-ü 6-ya vururuq və 13-ü çıxırıq. Yenə də 3-ü 6-ya vururuq və 2-ni çıxırıq. Yuxarıda 24 çıxılsın 13, 11 qalır. Aşağıda isə 18 çıxılsın 2, 16 qalır və 16-da 11 kəsiri də düzgün kəsirdir. Deməli, n üçün 6 rəqəmini də götürə bilirik. Sonra 7 rəqəmini yoxlayırıq. 4-ü vururuq 7-yə, 13-ü çıxırıq. Bölürük, 3-ü vururuq 7-yə, 2-ni çıxırıq. 28-dən 13 çıxırıq, 15 edir. 3-ü 7-yə vururuq 21, 21-dən 2-ni çıxırıq 19 edir. 19-da 15 kəsiri də düzgün kəsirdir. Deməli, n üçün 7 rəqəmini də götürə bilərik. Daha sonra 4-ü 8-ə vurub 13 çıxıb, bölürük, 3-ü vururuq 8-ə, 2-ni çıxırıq. 32-dən 13 çıxırıq, 19 edir. Daha sonra isə aşağıda 24-dən 2 çıxırıq. 21, daha doğrusu 22 edir. 22-də 19 kəsiri də düzgün kəsirdir. Yəni 24 çıxılsın 2. 22-də 19 kəsiri də düzgün kəsirdir. Daha sonra isə deməli n-in yerinə 8 yazırıq. 4-ü vururuq 8-ə, 13-ü çıxırıq. Bölürük, 3-ü vururuq. 8-i götürmüşük. Bəli, 8-i artıq götürdük. 9-u yoxlayırıq. 4-ü vururuq 9-a, çıxırıq 13-ü, 3-ü vururuq 9-a, çıxırıq 2-ni. Bu dedir 36 çıxılsın 13, 23. Aşağıda da 27-dən 2 çıxırıq 25 edir. Deməli, 25-də 23-də düzgün kəsirdir. Daha sonra isə 4-ü vururuq 10-a və 13-ü çıxırıq. Aşağıda da yenə 3-ü vururuq 10-a və 2-ni çıxırıq. Burada 40-dan çıxırıq 13-ü, edir 27, 30-dan çıxırıq 2-ni, edir 28. 28-də 27 kəsiri də düzgün kəsirdir. Deməli, n üçün hansı rəqəmlər ödədi? 5 ödədi, 6 ödədi, 7 ödədi, 8 ödədi, 9 ödədi və 10 ödədi.
Daha sonra bunları toplayırıq. 11, o da 7, 18. Sonra bu da toplayırıq. 17, 35 və onu da toplayırıq. 45. Yəni bu formada biz n natural ədədi üçün verilən kəsri düzgün kəsrə çevirən qiymətləri yazırıq. Bəzi suallar var ki, onları yoxlamağa ehtiyac yoxdur. Məsələn, elə suallar var ki, onları siz yoxlamaya da bilərsiniz. Sadəcə yoxlamaqda fayda var ki, deməli, hər hansısa bir çətinliklə qarşılaşmayasınız. 4-ü yerinə yazanda bir dənə 4-ü də yoxlayaq. Səhv etmirəmsə 4-ü yoxlamamışıq. 4-ü 4-ə vurdıq 16, 16-dan 3-ü çıxırıq 13, 3-ü vururuq 4-ə, çıxırıq 2-ni. Deməli, yuxarıda 3 qalır, aşağıda isə 10 qalır. Bəli, 10-da 3 də düzgün kəsirdir. Deməli, 4-ü də götürəcəyik. 10-da 45-in də üstünə bir dəfə də 4-ü gəlirik. Düzgün cavab olur 49. Yəni, 49 belə deyək də cəm üçün, yəni çevirən qiymətlərin cəmi üçün 49 cavabı doğrudur. 36-nı da eyni bu qayda ilə işləməlisiniz. Əvvəlcə yazmalısınız. Sonra n-in qiymətlərin bir-bir yerinə qoyub yoxlamalısınız. Yəni, ətraflı sualın mahiyyəti ondan ibarətdir. Sonra, indi isə 38 nömrəli sual yazaq. 37-ni evdə işləyərsiniz. A-nın neçə qiymətində 0,4 dövrdə A üstə gəlinsin 0,A dövrdə 5 ifadəsinin qiyməti dizgin kəsir olar. Misal işləmək üçün əvvəlcə yazırıq 90-da 4A çıxılsın 4 bu formada. Digərində isə 90-da A5 çıxılsın A. Bunun üstünə belə xətt qoyuruq. Burada 40 üstə gəlinsin A, çıxaq 4, bölmək məxrəcə 90 yazırıq. Üstə gəlinsin 10A, üstə gəlinsin 5, üstə gəlinsin 5 və çıxılsın A yazırıq. A-lar gedir. Daha sonra isə buradan 10A qalır. 40-dan 4-ü çıxırsınız 36 edir. 36 o da 5, 41 edir. Bölürük 90-a. Deyir ki, A-nın neçə qiymətində ifadəsinin qiyməti düzgün kəsir olar. Düzgün kəsirin qaydasına əsasən bu formada yazırıq. Yəni, sürət məxrəcdən kiçik olmalıdır. 10-a kiçikdir, 90-dan 41-ə çıxırsınız. 10-dan 1, 9, 8-dən 4, 4, A olur 4,9 və bu qaydadan sonra A-nın yerinə 0, 1, 2, 3, 4 rəqəmlərini götürürsünüz. Uşaqlar, burada A-nın neçə qiymətində ifadəsinin qiyməti düzgün kəsir dediyinə görə, yəni natural ədəd soruşmadığına görə biz A-nın yerinə 0-ı da yaza bilərik. Ona görə 5 dənə qiymətdən doğru olur. Kəsirlərin müqayisəsi bölməsində burada 11 nömrəli sual var. 11 nömrəli sualın izahına baxaq. Bir də 9 nömrəli sual nisbətən biraz çətinlik yaradır uşaqlara. Ona uyğun 8-i izah eləyək. Digər suallar nisbətən asan suallar hesab olunur. 8-i izah edək. Deyir ki, A-nın 4-də 3-ünün B-nin deyir 6-da 5-inə və A-nın 4-də 3-ünün C-nin deməli 2-də 1-inə bərabər olduğunu bilərək ABC ədədlərini müqayisə edin. Öncəliklə 4 və 6-nı x-ə aparırıq. Burada 2 qalır, burada 3 qalır. 9-a bərabərdir 10 B, A bərabərdir 10K, B bərabərdir 9K. Daha sonra A-nın 4-də 3-ü C-nin 2-də 1-inə bərabərdir. Bunlar da gedir, burada 2 qalır. 3A bərabərdir 2C, A bərabərdir 2K, C bərabərdir 3K. Fikir verirsinizsə, burada A 10K'dır, burada A 2K'dır. Bunu 5-ə vursaq, burada 15K etsə, burada da 10K etsə, bəli, hər şey bərabər olar. Deməli, ən böyük C-dir, sonra A-dır, sonda isə B-dir. Yəni, B kiçikdir A, kiçikdir C və yaxud da
C böyükdür A-dan, böyükdür B-dən şərtini də yaza bilərsiniz. 9 nömrəli sualda bu formada işləyərsiniz. Uyğun sualdır, yəni. Sonra 10-cu sual da yenə də adi hesablamadır. Bu da məncə sizə rahat gələr. 11 nömrəli suala baxaq. 12 nömrəli sualda buna uyğun işlənilər. Deyir ki, sinifdəki qızların sayı bütün sinifin 5də birindən çox, lakin 4də birindən isə azdır. Uşaqlar, bu sualı həll etmək üçün çox asan bir qayda var. Həmin qayda praktik qayda hesab olunur. Əvvəlcə məxrəclərə fikir verirsiniz. 5 və 4-dür. Bunları eyniləşdirmək üçün 20-də 4 və 20-də 5 ədədləri lazımdır. Sadəcə burada fikir vermək lazımdır ki, məsələn, mən burada 20-də 4 və 20-də 5 yazdığım halda belə deyək də, ortada hər hansısa bir belə deyək də 20-də 4 və 20-də 5 kəsirinə görə sinifdə ən azı neçə şagird varsa, bu 4 və 5 arasında həmin o ən az şagird belə deyək də mislin və yaxud da ki, hesablaya bilmirəm. Yəni, ən az nə qədər uşaq var, onu hesablaya bilmirəm. Çünki 4 və 5 arasında NATO ədəd yoxdur. Amma biz burada belə bir şey yazsaq, məsəl üçün, burada yazsaq, 2-yə vursaq, məsələn, mislinə 20-nin misli 2 mislinə vursaq, məsələn, burada 40-da 8 olur, burada isə 40-da 10 olur. Artıq 8 və 10 arasında 9 rəqəmi var. Ona görə də tam ədədlə ifadə olunacağına görə, yəni şagird sayı tam ədədlə ifadə olunacağına görə və 8 və 10 arasında ədəd olduğuna görə bizim sinifimizdə ən azı 40 şagirdin olması vacib sayılır. Digər misalda da, məsələn, 12 nömrəli misalda da yenə də, məsələn, deyir ki, 4də birindən çoxdur, lakin 3də birindən azdır. Məsəl üçün, biz bunları əgər əşoblarını tapsaq, bu 12 olar, burada 3 olar, digəri isə 12 olar və 4 olar. Fikir verin, 3 və 4 arasında da yenə də tam ifadə ilə ifadə olunan bir şagird sayı yoxdur. Buna görə də burada biz götürə bilmirik, yəni 12-ni götürə bilmirik. Mislinə keçirik, 2-yə vururuq, 24-də 6 olur və 24-də 8 olur. Artıq 6 və 8 arasında 7-ni yerləşdirmək mümkündür. Yəni, tam ədədlə ifadə olunan bir rəqəmi yerləşdirmək mümkündür. Buna görə də bizim cavabımız da 24 olacaqdır. 13 və 14 tipli suallar nisbətən asan suallardır. Onlara özünüz işləyərsiniz. Keçirik səhifə 17-də olan sualların izahlarına. Baxaq suala, biraz nisbətən çətin sualların izahlarını edək. 3 nömrəli sualdan başlayaq. Deyir ki, turist atla yolun 7-də 4 hissəsini getdikdən sonra qalan 15 kilometri piyada getdi. Turistin getdiyi bütün yolun uzunluğunu tapın. Deməli, turist bir yol, ümumiyyətlə yol X-la qəbul edək. Bu adam 7-də 4-ün gedibsə, deməli, yerdə 7-də 3-ü qalmaqdadır. Yəni, 7-də 3-ü hələ də qalıb və qalan yolu, yəni 7-də 3-ü qalan yolu olduğuna görə biz bunu 15-ə bərabər edirik. Buradan da bunlar gedir və 5 qalır. Daha sonra isə çarpaz vururuq. X edir 35 kilometr. 35 kilometr yəni qeydə alırıq. Belə, 4 də bu formada həll olunacaq. Keçirik 5 nömrəli sualın cavabına. Deyir ki, Azərin bir qutu rəngli qələmi var idi. O, qələmlərinin 3də 1 hissəsini, yəni 3də 1 X, 3də 1 hissəsini İlqara, qalanının 4də 1 hissəsini. Əslində, bu misalın rahat və asan qaydası var. Sadəcə, həmin qayda ilə etdikdə, məsələn, bəzi suallar var ki, o suallar daha, belə deyək də, çox tərtibli olur, çox hissə tələb olunur o sualları işləmək üçün. O sualları həmin o, indi məsələn, desəm, əgər o praktik yolu sizə, o sualları, məsələn, o praktik yolla işləmək mümkün olmur. Ona görə də bunun əsl, biraz uzun olsa da əsl qaydasını deyəcəm ki, bu qaydanı bir mükəmməl şəkildə əvvəlcə başa düşün. Həmin qayda ilə də növbəti, belə deyək də, misalları asanlıqla işləyə biləcəksiniz. Deməli, 3də 1 hissəsi İlqara gedib, qalanını deyir. Qalanını tapmaq üçün hər şeyin, ümumiyyətlə, bilirsiniz ki, tam hissəsi 1 tamla ifadə olunur. Əgər biz 1-dən 3də 1-i çıxsaq, biz 3də 2-ni
alarıq və qalanının, yəni 3-2 x-in 4/1 hissəsi bunlar gedir 2 eləyir. Nəticədə 6/1 hissəsi Arifə çatır. Sonra deyir ki, verdikdən sonra qutuda 24 qələm qalıb. İndi 3/1 hissə İlqardaydı, 6/1 hissə Arifdə idi. 3/1 x plus 6/1 x-i toplayırıq. Buradan 6 orta məxrəc, tamamlayıcı vuruq 2-dir, tamamlayıcı vuruq 1-dir. 6-da 3x olur. Və 6-da 3x-i x-ə aparsaq 2/1 x olur. Sadəcə məsələdə deyir ki, qutuda 24 qələm qaldı. Deməli, biz qalanı hesablamalıyıq. Tam qələmlər x qəbul etsək, x-dan 2/1 x-i çıxırıq, yenə 2/1 x qalır. Məsələn, burada şagird deyir ki, müəllim, onsuz da cavab 2/1-dir də. Yəni, yazım 2/1-ə görə hesablayayım. Amma bir şey unudur ki, məsələn, burada indi rəqəm 2/1-dir. Daha doğrusu, rasional ifadə kimi, yəni adi kəsir kimi 2/1-dir. Amma sizə başqa rəqəm verilsə, məsələn, tutaq ki, 6/5 verilsə, artıq siz 6/5 ilə hesablayanda səhv etmiş olacaqsınız. Ona görə tam hissədən, yəni 1 tamdan 6/5 hissə çıxılmalıdır. Və 2/1 x bərabərdir 24 olacaq. Buradan da x 48-ə bərabər olacaq. O biri sualı da bu formada işləyərsiniz. 8 nömrəli məsələyə baxaq. Bir kran boş cəni 6 dəqiqəyə, yəni 6/1 hissə gedir bu. Digəri isə 9/1 dəqiqəyə doldurur, yəni üstə gəlsin 9/1 olur. Hər iki kran 1 dəqiqə açıq olarsa, o zaman toplayacağıq. Burada 18 yazırıq və burada 3 yazırıq və burada 2 yazırıq və nəticə 18/5 olur. İndi bizə deyir ki, burada boş hissənin hansı hissəsi dolmamış qalar? Dolmayan hissəni soruşur. 18/5 hissəsi dolmuşdur. Dolmayan hissəni, yəni dolmamış qalar soruşulduğuna görə 1 tamdan 18/5-i çıxırıq. Nəticədə 18-də 13 hissəsi dolmamış qalır. Sonra keçək növbəti səhifəyə. Növbəti səhifəmizdə deməli səhifə 18-ə baxacağıq. Başlayaq 9 nömrəli sualdan. Baxaq. İki şəhərdən qarşı-qarşıya 2 qatar yola düşür. Bu yolu birinci qatar 4 saata, yəni 4/1. İşin və yaxud da görülən işin və yaxud da bizə verilən saatların A/1 hissəsini mütləq şəkildə tapmalıyıq. İkinci qatar isə 6 saata gedir, yəni 6/1 olur. Bunları toplayırıq. Deməli, çünki qarşı-qarşıya bilirsiniz ki, sürətlər ümumiyyətlə məsələlərdə bizim bir məchul məsələlərə aid olan ayrıca dərs izahlarımızda 24 yazmışam, 12-dir. Deməli, izahlarımız da olacaq. Orada sizə qarşı-qarşıya hərəkət, əks istiqamətdə hərəkət və sair tipli sualların geniş şəkildə izahlarına baxacağıq. Deməli, 12/5 hissəsi bunlar hərəkətə başlayandan sonra deyək ki, 1 saat sonra onun arasındakı məsafə bütün yolun hansı hissəsini təşkil edir? İndi biz 1 tam hissədən də 12/5-i çıxacağıq ki, görək əlimizdə nə qalır? Əlimizdə 12-də 7 hissə qalacaqdır. 15 tipli suala baxaq. Yazıb ki, qruplar üzrə sənəd verən abituriyentlərin sayı diaqrama əsasən birinci qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın. Deməli, orada dərəcə ilə verilib. Bütöv çevrə üzrə 360 dərəcə bilirsiniz ki, istifadə olunur. Biz ona görə də əvvəlcə bunların hər birini toplayırıq. 110 üstə gəlinsin 150. Buradan alınır, deməli 260. Daha sonra isə birinci qrupa sənəd verənləri soruşur. 360-da deməli əvvəlcə 260-ı çıxırıq. Çünki birinci qrup nə qədərdir? Biz onun sayını bilməliyik. Nəticədə 100 nəfər
qalır və 360-da 100-ü hesablayacaqsınız. 2-yə bölürsünüz və nəticədə 18-də 5 alınır. Sonra 12-nin şərtini yazaq. Özünüz işləyirsiniz. Deyir, hansı ədədin %15 hissəsi 12,5-in, yəni onda 125-in onda 6 hissəsinə bərabərdir. Yazaq, onda 6. İxtisarlarımız gedər qəşəng bu formada 3-ə bölərik. Buradan 5-ə bölərik və son cavabda artıq özüm işlədim. Yox. O birisini özünüz yazarsınız. 50 alınır. Sonra deməli 13-dən 14-dən yazmışıq. 15-də də yazmışıq. 15-ə aid sual. Sonra gəldik 16-ya aid yolu deyək. 16-ya aid yolu deyək. Deməli 13-dəki hissəsi torpağa bastırılmış dirəyin görünən hissəsinin uzunluğu 5,5 metrdir. Uşaqlar, burada bir incə məqam var ki, burada 13-də 2 hissəsi torpağa bastırılıb. Deməli 13-də 11 hissəsi qalıb. O deməkdir. Bunu 5,5-ə bərabərləşdirib hesabı özünüz yazarsınız. 18 nömrəli suala baxaq. A ədədinin onda 8 hissəsi 576-ya bərabərdir. A-nı tapırıq. 576 vuraq 10 bölək 8 formasında. B ədədinin 5-də 2 hissəsi 360-a bərabərdir. B-ni tapırıq. 360 vuraq 5 bölək 2 formasında. Sadələşdirə biləcəyiniz qədər sadələşdirilməyini məsləhət görərəm. Məsələn, bəzi uşaqlar var ki, deyir, mən sadələşdirmək istəmirəm. Sadəcə bölüb yazmaq istəyirəm. O da olar. Məsələn, sırf bölüb yazmaq istəyirsinizsə, heç bir problem yoxdur. Yəni, bölüb yaza bilərsiniz. Amma daha yaxşı olar ki, sadələşdirib müəyyən mənada sadələşdirmələr aparasınız. Və bu formada biz sadələşmələr apardıqdan sonra A-nı B-yə böləcəyik. Bu da 720 bölünsün 900 edəcək. Bu da bizə 0,8-i verəcəkdir. Belə, bu formada yazırıq. Sonra 19-dan yazaq. Baqrafda gün ərzində mağazada satılan meyvələrin miqdarı kiloqramla təsvir olunmuşdur. Satılan meyvələrin 1/4 hissəsi heyva olarsa, A-nı tapın deyə bir sualdır. Deməli, ümumiyyətlə, nə qədər meyvə var? A, deməli, kiloqram heyvadır. Sonra 40 kiloqram almadır, daha doğrusu armuddur. 50 kiloqram isə deməli bizdə almadır. Ümumi satılan meyvələr A üstə gələk 40, üstə gələk 50-dir. Yəni ümumi meyvələrin 90 üstə gəlinsin A-dır. Və buradan şərti olaraq deyir ki, bu satılan meyvələrin, yəni hamısının 1/4 hissəsi heyvadır. Heyva nə qədər idi? A idi. Yəni 1/4 hissə heyvanın qiymətinə bərabərdir. Buna görə də biz əvvəlcə nisbətlə yazacağıq. Yəni A-nı, heyvanı ümumi meyvələrin sayına, yəni 90 plus A-ya bölüb 1/4-ə bərabərləşdirəcəyik. Və 4A bərabərdir 90 plus A olacaq. Buradan 3A 90-a bərabər olacaq. A isə 30-a bərabər olacaq. 21 nömrəli məsələni işləyək. 2 natural ədəd birinci ədəd A olsun, ikinci ədəd B olsun. 2 natural ədəddən birincinin 20-də 24-də 7 hissəsi ikincinin 12-də 11 hissəsinə bərabərdir. Əvvəlcə biz burada ixtisarlarımızı aparaq və çarpaz vuraq. 7A 22 B-yə bərabərdir. A 22-yə, B isə 7-yə bərabərdir. Bizə deyir ki, ikinci ədədin birinci ədədə olan nisbətini tapın. Tapdıq.
Sonra 22-dən yazdıq. 22-ni məncə yazmağa ehtiyac yoxdur. Onu yaza biləcəksiniz. 23-ü yazaq. Birinci boru ilə boş hovuz 4 saata, ikinci ilə 6 saata dolur. Birinci ilə 4 saata, ikinci ilə 6 saata dolur. Və üçüncü ilə dolu hovuz 12 saata boşaldılır. Və ya da ki, boşaldır. 12-də 1 yazırıq. 12-də 1 yazırıq. Çünki hər ikisi kranı doldurur, biri isə boşaldır. Və hər üç boru eyni vaxtda qoşulur. Hansı saat vaxtı aralığında qoşulduğunu bilmədiyimiz üçün buna bir x yazırıq, x qəbul edirik və 1-ə bərabər edirik. 12-də bura 3 düşür, bura 2 düşür, bura isə 1 düşür. Burada deməli 12-də 4x alınır. Deməli 12-ni 4-ə böldük, 2-yə 1-ə. Bəli, bu formada yazırıq. Yarısıdır, üzr istəyirəm. 2-də 1 olacaq. Tam arxanı oxumamışdım. 2-də 1 yarısıdır. 2-də 1 olacaq. Sonra da bunlar belə ixtisara gedir. Çarpaz vurursunuz. Və x-in qiymətin hesablayırsınız. Belə. Sonra baxaq növbəti suala. 24 eynisidir. Özünüz yazarsınız. 25-dən yazdıq. 26-nı yazaq. Qatar iki stansiya arasındakı məsafənin 7-də 3 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 2 kilometr getməli idi. Stansiyalar arasındakı məsafə neçə kilometrdir? Əvvəlcə bunu tələb edir bizdən. Deməli, qatar 7-də 3 gedib və 7-də 3x olur. Deyir ki, daha sonra yolun ortasına çatmaq üçün daha 2 kilometrdə getməlidir. Bundan ümumiyyətlə çox istifadə olunur sınavlarda filan. Yarısı da 2-də 1x-dir. Sonra 2-də 1x-dan biz 7-də 3x-i çıxırıq. Buradan 14-dən bura 7 düşür, bura 2 düşür. 14-də 1x, daha doğrusu 14-də 1 x bərabərdir 2 olur. Və x-i tapanda düzgün cavab 28 olacaq. Sonra gəldik 28 nömrəli məsələnin izahına. Diaqramda gün ərzində mağazada satılmış meyvələr haqqında məlumat verilib. Bundan işləyəcək digər 32 və 31-ci suallarda bundandır. Ona görə onların izahını verməyəcəm. Onları özünüz sərbəst işləyirsiniz. Deyir, 36 kiloqram armud satıldığı məlumdursa, deməli, armud nə qədərdir? 9-da 2x-dir. Biz əvvəlcə bunu 36-ya bərabər edirik. Nəticədə 18 vurulsun 9 alırıq. Belə də saxlayın. Sonra deyir ki, neçə kiloqram üzüm satılıb? 9-da 2, üstə gələk 9-da 1. Üstə gələk 3-də 1-i də buna 3-ə vururam, bunu da 3-ə vururam. 9-da 2, 9-da 1 və 9-da 3 yazıram. Buradan 9-da 6 olur. Bu da bizə 3-də 2-ni verəcəkdir. Bu x-dır da belə deyil. Sonra 1-dən də 3-də 2, yəni x-dır da, yəni 1x-dan da 3-də 2x-i çıxırıq. Bu da bizə 3-də 1-i verir. Daha sonra da 3-də 1-i də, baxın, bu x-i gətirib burada yerinə qoyacaq. Belə yazırıq. Bunlar gedir 6 və düzgün cavab 54 olur. Belə. Yəni, bu formada da asanlıqla işləyə bilərsiniz. Sonra 29 nömrəli məsələyə baxaq. A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya 2 velosipedçi yola düşdü və onlar hər biri 1 saatda A və B arasındakı məsafənin 4də 1-i qədər yol gedir. Aydın məsələdir ki, velosipedlər 2 saatdan sonra görüşəcəklər. Yəni, əgər A və B arasındakı məsafənin 4də 1-i qədər yol gediblərsə, deməli, onların qarşı-qarşıya hərəkət üçün 2 saatdan sonra görüşmələri vacibdir. Sonra 30, 31, 32-dən işlədik.
33-dən də işləmişik. Bəyaqları qələm məsələsi ilə bağlıdır. Onu da özünüz yazarsınız. 34 nömrəli sual. Birinci kran boş hovuzu 24 dəqiqəyə 24də 1, ikinci kran təklikdə 36 dəqiqəyə doldurur və üçüncü kran isə 72 dəqiqəyə boşaldır. Birinci ortaq məxrəc tapaq. 3 düşəcək bura, 2 düşəcək bura, 1 düşəcək bura. 72-də deməli 4 olacaq. Bu da bizə 18-də 1-i verəcək. Sonra bizə deyir ki, açıldıqda hovuzun bu 3 kran eyni zamanda açıldıqda hovuzun deyir 4də 3 hissəsi neçə dəqiqəyə dolar və bundan sonraki addımda, yəni 18-də 1 x-la işləmişiksə, artıq hovuzun hansı hissəsinin dolmağını tapmaq istəyiriksə, biz 18-də 1 x-a nəzərən hovuzun 4də 3-ün hesablayacağıq. Yəni 18-i 3-ə vurub, sonra isə 4-ə böləcək. Bu 2 edəcək, bu 9 edəcək və buradan da 27 bölünsün 2 olacaq. Və bu da bizə 13,5-i verəcəkdir. Bəs müəllim, bu hardan gəldi? Bunu biz x-da 1-ə bərabər etdikdən sonra x-imizin cavabı 18 alınır və ona görə də biz bunun 4də 3 hissəsini hesablayırıq. 35 nömrəli sual da bundandır, yəni eynisidir. Bunu da praktik olaraq siz özünüz səliqəli şəkildə işləyərsiniz. Ümumiyyətlə, kəsr məsələləri, onluq kəsrə gətirilən məsələlər və yaxud da adi kəsrə gətirilən məsələlərin əsas prinsipial həlli hər bir məsələnin hissə-hissə oxunub, daha sonra şərtlərin daxil edilərək həll edilməsinə əsaslanır. Yəni, məsələn, tutaq ki, deyək, bir məsələni oxuyursunuz, məsələn, sadə bir şey deyək, tutaq ki, birinci kran bir hissəni 6 saata doldurur. Məsələn, bunu oxuyan anda siz həmən 6-da 1-i yazsaz, məsələn, və yaxud da bir kran tutaq ki, çəni 4 saata tutaq ki, boşaldır. Məsələn, çıxılsın 4də 1 yazsaz, sizin praktik olaraq işləməyiniz daha, belə deyək də, məqsədə uyğun hesab oluna bilər. Və yaxud da ki, məsələn, 6-da 1-i tutaq ki, doldurur, 4də 1-i qədər də tutaq ki, 4 saata doldurur. Məsələn, hər ikisi o doldurur. Və yaxud da ki, məsələn, 2də 1 saata boşaldır. Mən şərti olaraq deyəm də, yəni rəqəmlər şərti olaraq verilir. Aydın oldu mu? Yəni, deməyim odur ki, hər bir məsələni işləyəndə siz əlinizin altına orada müəyyən mənada verilən şərtlərə uyğun tapşırıqların ən azı bir gedişin, 2 gedişin yazanda sizin üçün artıq məsələni işləmək çox rahat olacaq, praktik olacaq. Növbəti video dərslərimizdə də növbəti mövzuların daha çətin, sizlərə daha çətin gələn məsələlərin izahlarını və ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahlarını verəcəyik. Kanalımıza abunə olmağı və videolarımızı dostlarınızla da bölüşməyi unutmayın. Növbəti video dərslərdə görüşənə qədər sağ olun.